Biz dərsdə oturduğumuz yerdə cərimələr gəlir hər gün, artıq 2 gündür, 3 gündür müəllimlərə hər gün cərimə gəlir buna görə. Mən maşınımı aparıb bu gün 1 kilometr yarım kənarda saxlamışıq, gəlmişik. Bunun qışı var, yağışı var. Niyə görə gətirib məktəbin düz girişində parkinq quraşdırılmalıdır? Biz burada, mən özüm idman müəllimiyəm. Mən buradan uşaqları çıxardıram, aparıram. Yaxşı, biri getdi, deyirlər ki, burada az parkinqdir. Mən buradan uşağı sırayla apardım yerdə, oradan biri gəldi, gezib parkinq eləməyə də. Uşağın birinə toxundu. Kim ona cavab verir? Mən. Asparkinqin əməkdaşlarına deyəndə, onların bizə gətirdikləri səbəb ictimai nəqliyyatdan istifadə edin. Mən uzaq bir, gündə 17-20 kilometr yol gəlirəm. Yəni, heç bir müəllim 17-20 kilometr yolu gündə 3 nəqliyyat dəyişib səhər, hətta övladımı da qucağımda mən gətirib məktəbə təbii ki, çatdırmalıyam. Bu bizə səbəb deyil ki, çıxış yolu deyil ki, gedin ictimai nəqliyyatdan istifadə edin.